Deməli, iki qərib şəhərdə təhsil alan iki qərib dost olur. Çox möhkəm dost olurlar. O qədər yaxın olurlar ki, təhsillərini başa vurandan sonra bir yerdə düşünürlər ki, necə olsun ki, bunlar sonra bir-birlərini axtarıb tapmaqda çətinlik çəkməsinlər. Və belə qərara gəlirlər ki, aralarında bir parol yaradırlar. Nə vaxt bir-birlərini axtarsalar, desinlər ki, mən oyam. Bir gün dostlardan birinin digər dostu olan şəhərə yolu düşür və dostunu arayıb axtarır, soruşur. Deyirlər ki, sən nə danışırsan? O adam indi bu şəhərin böyüyüdür. Bu ürəklə gedir həmin adamın malikanəsinin yaxınlığına və gözətçilərə deyir ki, gedin ona deyin ki, mən oyam. Gözətçilər gəlir və cavab gətirir ki, dedi ki, sən o ola bilərsən, amma mən o deyiləm. Mən öz xoşbəxtçiliyimizi onda görürük ki, dostların xoşbəxtçiliyin. Biz həmişə oyuq. Biz sənədə oyuq. Xoş gördük hər kəsi dostlar. Mən Aqil Əliyev. Siz mənim tələbə yoldaşımı danışdınız. Dinlədiniz mənim qrupumuz bizdən oxuyur. Mənim tələbə yoldaşım da yaşda hamımızdan böyükdür. Sinə dəftərdir. Elm məclislərinin aparıcısıdır. Yanımda da Qanun Ümman Qahablıdır. Yaşlılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür və artıq bir neçə kitabı çapdan çıxıb onun şeirlərini oxuyub öyrənə bilərsiniz. Mən də fərqli bəndəniz Aqil Əliyev. Bugün Naxçıvanın Babək rayonunun Qahab kəndindəyik. Bayram kişinin dolayısıyla bu qanun müəllimin ocağına yığışmışıq. Bizim məclisimiz həmişə nurlu olur, ziyalı olur. Həmişə biz sənətkarlardan, sözdən, söz aləmindən, söz elmindən bunlardan danışırıq. Hafiz bu qardaşımızı dinlədik. Qanun müəllim, buyur. Aqil, birinci növbədə xoş gəlmişsiniz Naxçıvan elinə. Hafiz müəllim, xoş gəlmişsən qardaş. Mən buradan bütün cənub ellərini Lənkəran olmağına, lirik olmağına, Astral olmağına salamlayıram, salam göndərirəm. Qardaşım çox gözəl bir məsələ toxundu, dostluq məsələsinə toxundu. İllər keçə bilər, ancaq biz bir-birimizi itirməmişik, əksinə daha çox qazanmışıq. Bəli, biz oyuq, hələ də həmin onu qorumuşuq, dostluğu qorumuşuq. Ona görə də yazıram ki, hörməti əməldə sirli ürəkdə qoruya bilənə yoldaş deyiblər. Yolu yarıya yox, mənzil başına sərinlə çatana yoldaş deyiblər. İnsan yaradanı qanandan bəri dana bilməyibdi həqiqətləri. Yanaşı düşəndə el adətləri, şəri xeyirlə qardaş deyiblər. Aldanma ruh sizə həm gərək sizə. Nankör gərək olmaz hər kömək sizə. Ümman, xeyir sizə, keyfiyyə sizə, atalar əvzəldən çıxdaş deyiblər. Şuralar ki, bizim aramızda həm o çıxdaşlar yoxdur. Dostlar bir-birinə sadiqdir, vəfalıdır. Bütün dostları buradan salamlayırıq. Burada olan olmayan, könüllü burada olan hər kəs salamlayırıq. Və qardaşımın Allah bayramı çörəyi var eləsin, süfrəsi var eləsin. Qardaşımın çörəyi var olsun. Burada yerinə düşən bir məqam var. Deyir ki, çörəyi hər şeydən müqəddəs sanıb, çörəyə and içib bizim babalar. Kəsdiyi çörəyi tapdalamayıb. Çörək tapdalananda bizdə qan olar. Adam var ürəyi fındıqdan xırda, süfrəyə xor baxar, onu unudar. Çıxar cızığından. Onu axırda o halal süfrənin çörəyi tutar. İndi süfrəmizdə çörəyimiz bol, onu gözümüz tək qoruyaq gərək. Könül, astad olan, ehtiyatlı ol. Bəzən təliyə də qoyulur çörək. Arada mənə yazırlar ki, bəs mənim bu fənnə marağınız nədir? Mənim tələbə yoldaşlarımı görürsünüz. Yəni sinə dəftərdir, bunların yanında mənim söz deməyim düz düşmür, amma günü bugün artıq pedaqoji fəaliyyətin 16-cı, 17-ci ilindəyəm. Düşünürəm ki, nə yaxşı ki, mən bu yolu seçmişəm, nə yaxşı ki, müəlliməm, nə yaxşı ki, mərəsə elmimizdən, dilçiliyimizdən, ədəbiyyatımızdan müəyyən dərəcədə faydamız toxunur. Əstəğfurullah, yəni təvəzzökardan uzaq olmasın. Amma burada mənim müəllimlərimin, tələbə yoldaşlarımın böyük rolu var. Onlardan öyrənmişik, onlardan götürmüşük və bunu olduğu kimi tətbiq edirik. Və düşünürəm ki, bu zamanda elə uzağa getməyə Qanun qardaşımızın bir şeiri var. Ondan son bir bənd deyəcəm. Mən yoldaşlarına yana şeir deməyəm, biraz düz gəlməyim. Qanun müəllim yazır ki, mənim sözüm haqq işini deməkdir. Qanunumda tər halal çörək yeməkdir. Müəllimlik ən şərəfli əməkdir. Ən müqəddəs yoldur yolun bəsin. Biz də bu yolu seçmişik, biz də bu yolun yolcuyuq. Hər birimiz öz sahəmizdə müəyyən qədər işlər görə bilmişik, amma buna görə də bizə bu yolu öyrədənlərə
dərin təşəkkürümüz düşür. Bir Bizim şeir paylaşma müəllimlərimiz, verəcəm bəli, təbii ki. dünyasını dəyişənləri var, hazır yaşayanları var, təqaüddə olanları var, işləyənləri onları var. Biz onlara ömür boyu borcluyuq və həmişə də onların elmindən faydalandığımız üçün, yəni bir ömür boyu onlara minnətdarıq. Tamam, buyurun. Hə, mən də dostlara bir dənə də öz yaradığım şeir hədiyyə eləyim. Yaz qədrini bilməyən bir insana təravətli çiçək vermək çətindir. Özünü sevən şeytan dolunun adına zor gücü ilə mələk vermək çətindir. Naşı bilməz, ovçu nədir bərənə, zirvə nədir, qaya nədir, dərə nə, canın qurban haqdan haqqı dərənə, nankör kəsə çörək vermək çətindir. Adam var ki, nə yetişib, nə də çal. Adam var ki, nə ipəkdir, nə də şal. Qanun ümman, bu sözlərdən ibrət al. Ürəksizə ürək vermək çətindir. Sağ ol. Belə, əziz dostlar, bizi izlədiyiniz üçün təşəkkür edirəm. Bizim yoldaşlarımızın hər birinin müxtəlif sosial şəbəkələrdə hesabları var. Mən bu videonun altına kontentdən qeyd edəcəm onları. Mütləq onlara abunə olun və onların dilindən şeirləri və müəyyən şeyləri dinləyə bilərsiniz. Özünüzü qoruyun, ədəbiyyatla qalın, sözlə qalın. Çünki sözdən adama ancaq xeyir gəlir. Çünki dünyada ilk gələn söz olur. Sağ olun. Sağ ol.